Xocalı. Heç ağlınıza gələrdimi Xocalını belə görəsiz? Arzularımızın daha mükəmməlini real yaşayırıq. Biz kəndimizi çox sevirik. Biz bura təzə gəlmişik. Mən buranı çox sevirəm. Vətənimizdir bura bizim. Burada olmaq qürur vericidir, ağla sığmaz dərəcədə möhtəşəmdir. Onların qanları tökülmüş torpaqlar, hər birini geri almışıq indi. Geri qayıtmışıq, burada yaşayırıq. Biz bugün Xocaldayıq, buradayıq. Çünki igidlərimiz Xocalını bizə təkrar qaytardı. Biz sadəcə qayıtmadıq, həm də ən gözəl şəkildə yurdumuzu inşa etdik və edirik. Öz evimi, öz məhnəmə gəlmişəm. Səhər-səhər durub orada nəfəs alanda mühabbət edir. Bu torpaq çox ağrılar gördü, illərlə həsrət çəkdi, dözdü, sustu, amma unutmadı. Bugün Xocalıya sakinləri, öz dədə-baba sakinləri qayıtmaqla yeni həyat, yeni nəfəs gəlir. Gördüyümüz mənzərə içimizi isitdiyi kimi Əzimovlar ailəsinin evində səslənən faktlar, yaşantılar qəhərləndirdi bizi. Bura mənim öz doğulduğum kənd. Mənim öz torpağımdır, o mənim ata yurdumdur, darmadağın olubdur. Mən buradan çıxanda mənim bu oğlumun 4 günlük körpə idi. 4 günlük anadan olmuşdu, körpə idi. Bugün onun 37 yaşı var. Qayıdıb gəlib bura. Bugünkü günümüzə çox şükür. Vallahi həm qəhərlənirəm, həm sevinirəm. Sevinirəm ki, gəl qayıtmışam. Qəhərlənirəm ona görə ki, qayıdıb gəlirsən, yaşlı nəsildən heç kimi görmürsən. Atam, anam yoxdur. Qohum əqrabam yoxdur. Hamısı qırılıbdır Xocalıda. 28 nəfər şəhidimiz var. Ermənilər tökülüb gələndə bu ailənin uşaq hamısı getdi, bax o dağda qaldı. Saat o meşələrdə Xocalının sümükləri qalıbdı. Mən gəldim, meyit yığdı, vertolyot meyit yığanda. Qadını vurublar, qadın qucağında uşağını sıxıb, uşaq ananın dodağını o günə əmişli dodaq uzanıb olmuşdu belə. Uzanmışdı, ac qalıb, bir sutka yarım. Uşaq ondan, o dodağından, o nəmdən sağ qalıb yaşamışdı. Sakinlərin hər biri deyir ki, burada yaşamaq qürur verir. Qrup yaradacağıq. O şəhidlərin sayəsində böyünlər bu torpaqda oturub müsahibə veririk. Biz ömür boşluq cənab prezidentə, şəhidlərimizə, qazilərimizə. O qazinin ikisi də bax burada yanımdadır. 2000-ci ilə kimi pensiya çıxan kimi o Laçında, Kəlbəcərdə, Xocalıda, bax bu qazilər də, Ağdamda həmən silahı əlindən yerə qoymayıblar. Biz varıq, onlar yoxdur. Biz yaşayırıq, onlar yoxdur. Yenə də böyünkünə şükür edirik ki, qalan nəsil onların yolunu davam edir. Bəzən susmaq və sadəcə göstərmək lazımdır. Əzizlərinə qovuşan, yenidən xoş günlərini yaşayan Xocalını. Billur su, sıx meşələr, dağlıq ərazi. Bura isə Ağdərədir. Sən haralısan Sevinç? Ağdərədir. Ağdərənin kəndlərini gəzdikcə, doğma yurduna qayıdan sakinlərin xoş simasını gördükcə, necə böyük bir dövlət, böyük bir xalq olduğumuzun fəxarətini yaşayırıq. Dövlət tikib yaradır, xalq isə ən çətin relyefdə belə bu torpaqları öz nəfəsi ilə isidir. Həmişə ürəyimiz burayla döyünür. Həsənovlar ailəsini elə həyətdə görüb həmsöhbət olmaq istədik. Evlərinə qonaq etdilər, danışdılar, sevinərək göstərdilər. O Görkən dağda 40 dağlar. Oradan o idi, Laçın dağlardı, meydan dağlardı. Mənim atam burada meşəbəyi işləyirdi. İdarələri də bu meşələr Xankəndinə baxırdı. Odur ki, biz yazda, may ayında gəlirdik burada, yayı burada olurdu. Bax, Xaçınçayın kənarında belə, ətəyində. Kədərli getmişik. Elimizdən, ovumuzdan ayrı düşmüşük, torpağımızdan ayrı düşmüşük. Ali Başkomandanımızın Allah canın sağ etsin. Ona uzun ömür arzuluyorum mən. Qəbələdə suallar verirdilər, yerlilər bizə. Torpağınız alınsa qayıdarsınızmı? Mən həmişə demişəm, mən sevinə-sevinə.
Bu gün də buradayıq. Bu gün də buradayıq. Şükürlər olsun Allahımıza. Allah ordumuzu qorusun, prezidentimizi qorusun, xalqımızı qorusun. Bundan sonra gələcək nəsilə Allah yaxşı işlər göstərsin, müharibə olmasın heç vaxt. Kəndləri gəzdikcə havası, suyu məlhəm idi. Ruhumuz təzələnirdi. Qayıdış sanki torpağın da, insanın da yarasına məlhəm olur. Kilometrlərlə yol, böyük bir ərazi, Xocalı, Ağdərə və işğaldan azad edilən bütün yurt yerlərimiz addım-addım yenidən qurulur, inşa edilir. Artıq bu rayonlarımız təkcə yaddaşlarımızda yaşamır, həyatdadır. Rayonlarımıza geri dönən hər bir ailə, hər bir uşaq isə qələbənin canlı sübutudur. Röya Qarabağlı, Rüstəm Abdullayev, Həftə.